Peterburqdan Bakıya 811 nömrəli reyslə gələn təyyarə yerə indi. Hoş gəlibsiz Nəsib müəllim. Məni baş idarədən göndəriblər. Sizin dalınızca. Buyurun gedək. Təşəkkür edirəm. Buyurun. Nəsib müəllim, maşın bu tərəfdədir. Buyuruz. Mən necə tanıdınız? Müştəriləri tanımaq biz sürücülərin profesional sirridir. Bir də çantanız ağır deyil ki, verin kömək edeyim. Verə bilmərəm. Bu da mənim profesional sirrim. Bir də çantada nə var ki, ağırlıq eləsin. Sonra da deyirsiniz ki, sizi necə tanıdım. Təyyarədən bircə yüngül çanta ilə düşən adam olsa ancaq alim olar da. Bəs başqası olsaydı necə olacaqdı? Başqası olsaydı, yəqin ki, maşının dal təkərləri yerə atacaqdı, bağırdıqda güclə bağlanacaqdı. Əyləşin. Təşəkkür. Doğrudan da sizin profesional müşahidələriniz varmış. Nəsib müəllim, bəs sizin sirriniz nədədir? Çantanı niyə vermədiniz mənə? Çantanı sürücüyə daşıtmaq müdirlərin peşəsidir. Mənsə məmur deyiləm. Bir də alim öz çantasını heç vaxt başqasına verməz. Bildiniz? Bilmirdim, bildim. Afərin. Öyrənmək heç vaxt gec deyil. Getdik. İcazə verirsiniz radionu yandırıb. Uzaq yol gedəcəyik. Uzaq yoldaşı olsun bizə. Mütləq aç. Doğma dildə nəsə eşitmək üçün burnumun ucu göynəyir. İndi isə daha bir xəbər. Bugün Göytəpə Kənd Məktəbi ilk məzunlarını qarşılayacaq. 20 ildən sonra görüşən keçmiş şagirdlər öz müəllimləri, yaşıdları ilə görüşəcəklər və yəqin ki, ən həzin, ən yadda qalan məqamlar yada düşəcək. Qoy qalsın.
Görüşə ölkənin hər yerindən, hətta yaxın xaricdən məzunlar gələcək. Gün ərzində müxbirlərimiz sizi canlı yayında onlarla tanış edəcək. İndi isə bu görüşün şərəfinə gözəl bir mahnı. Məktəb illəri. Əslində bu jurnalistlər də söz tapırlar. İndi də yarəm çağırırlar. Görüşəcəklər. Hə nə olsun? Cəmaət oxumaqdan bezib. Bunları təzədən yığırlar məktəbə. Hele ondan bilmirdik ki bunu biz bir günce hasretle hele Sınıfına geçmeyipsən. Səni gözləyirdim. İstəyirdim soruşam, fizikada nə vermişlər bu saat? Yadımdan çıxıb. Cazibə qanununu verib də, Newtonun qanununu. Newtonun qanunu... Bilirsən nə vaxt kəşf eləyib? Əziz, nə durmuşsun? Zəng vurulub, eşitmədiniz mə? Kimi gözləyirsiniz? Səni gözləyirdi Eşrəf. Məni nə edirsiniz? Birinci dərs fizika dərsidir. Müəllim bir gəliş gələr ki, Newtonun cazibə qanunu yadınızdan çıxar. Cəld olun. Cazibə qanununu heç vaxt unutmayacağız. Düz deyirəm, biz. hele bizim çölde Münasıl alışırdı yanırdı Özümüzü biz Özümüzü dönemekte ve sanırdı Mükredirlerim ömrümün en şirin bu gayrısız günlerim Her an bir ömre beraber seyirli günlerim En temiz Hə qızım, Papa, çatmısan? çatmışam. Təyyarə desən? Yox, təyyarəm çatıb. İndi maşındayım. Mama səninlə danışmaq istəyir. Nəsir, orada havalar necədir? Hava əladır. Çalış özünü soyuğa vermə. Yaxşı. Yaxşı. Papa, tez qayıdacaqsan? Hə qızım, sabah qayıdıram. Öpürəm səni. Mən də. Mama da öpür. Yaxşı, mən də. Hele onda bu dünyanın şerrinden Yalanın kaderimiz yok bugün Ben bu senin kaderimiz Nəsib?
Sen niye yazmamışsın? Mevzuya hazır değilsen. Asan mevzudur ki. Öz valideynlerinden, öz ailenizden yaz. Burada çetin ne var ki? Ne olup sana? Belki özür pis hissediyorsun. Ben görüyorum. Diyesen hararetin var. Nasip dayan! Nasip! Nasip dayan! Hadi Cemal mi? Onun ata-anası yoxdur. Etdi o uşaq, daha ne yazsın, valideyn yok. Nəsibin valideynləri. Hadi Cemal mi? Nəsibin valideynləri avtomobil qəzasında həlak olublar. Deyəsən gecəni pis yatmışsınız. Maşına minəndən yuxlayırsınız. Bir də buraların havası bir uçtarı kimi bir şeydir. Nəfəsinə çəkən xurt düşür. Nəsim müəllim, oralarda havalar necədir? Orada da belə gözəl yerlər var. Çətin. Bizim yerlərdən heç yanda ola bilməz. Şair burada gözəl deyib. Cənnət görmək istəyən bizim tərəflərə gəlsin. İndi yəqin ata-ananız özünə yer tapmır. Neçə gündür ki, gözləri yol çəkir. Nəsim müəllim, qapını göstərərsiniz mənə, özüm uşuluqlayaram onları. Saxla. Nə oldu? Çatdıq? Bir dəqiqə nəfəs almaq istəyirəm. Onu düz eləyirsiniz. Şimdi məndə nə var ya, mən öyrəşmişəm. Siz alim adamsınız, sizə ziyan eləyər. Sizin beyniniz millətə lazımdır. Onu duman tüstü içində boğmaq olmaz.
Bana bax, hey, yetimsən. Güllərimi saxla, qaldığın yetimxanadakı gözəllər üçün. Mənim bacım onların tayı deyil. Əşrəf! Bir də mənim bacımın adını tutsun, özü ölmüş bil. Yetimin biri yetim. Nəsim müəllim? Nəsim müəllim? Hə. Deyirəm bəlkə çay içəsiz. Nə? Çay. Yox, sağ ol. Gecikirik, gedək. Mən keçmiş sinif kol kimi deyirəm. Hamı əvvəlki öz yerində əyləşsin. Məndən başqa. Yusuf, sən idarənin yanında əyləşə bilərsən. Onsuz da Əşrəf görüşə gələ bilməyəcək. Əlbəttə gəlməz. İlim bulur hamurunda pivə budkasını qoyub hara gəlir ki? Eldar, sən yenə də qeybətçisən? Bir söz dedim də. Gel sesim, gel. Gel otur yanımda. Balam bizimki belə gəldi. Nədir? Yoxsa narazısan? Mən? Allah eləməsin, nə danışırsan? Mənə bax, bu 10 ildə sənə bu güldən ağır söz demişəm, hə? İnsafla desək, yox.
Siz nə vaxt sevişdiniz? Nə vaxt evləndiniz? Bizim heç xəbərimiz olmadı. Xəbəriniz olmadı. Balam bunun nəyi pisdir? Eyni partiyada yanaşı oturup udqunanlardan biz fərasətli çıxdı. Afərin düz eləmisiniz. Bəs bu Gülgəsanı, hə? Yoxsa qardaşı Əşrəf yenə də ona ağalıq eləyir? Ha, yox, indi onun ağası başqa. Amma xəbər göndərmiş. Eldar, düzünü de. Hər dəfə bu sinifə dərs deməyə girəndə özünü itirirsən. Hə? Əlbəttə. Buranın qəribə bir cazibəsidir. İnanın, hərdən şagirdlərdə öz cavanlığımızı görürəm. Əşrəfi, Gülgəzi, Nəsibi. Görəsən Nəsib gələcək. Nə bilim, valla. Telegram vurmuşum. Hə? Amma alim adamdır, özü də uzaqda yaşayır. Bəlkə gələ bilmədi, nə bilim. Ayşəlla, yadınızda da o Gülgəzi necə sevirdi. Nə olsun ki, sevdim. Onun ki, məhəbbəti bir tərəfli oldu. Gülgəz onu bəyənmədi. Gülgəzin getdiyi oğlan onu xoşbəxt eləyə bilmədi. Nə bilirsən? Bəlkə xoşbəxtdir. Bəlkə belə həyat ona daha xoşdur. Nə bilim, valla. Bəlkə də sən deyəndi. Gülgəz! Nə yaxşı! Xoş gəlmişsin. Heç yerində əyləş. Sağ olun. Sağ olun. Ne oldu? Heç bir saat, bir dəqiqə. Gecikirik ha. Bu saat Nəsim müəllim. Bu saat. Hazır. Əşi, bilmirəm bu benzinə nə qatırlarsa, karbüratorun atasını yandırır. Neysə, yolçu oldu gerek. Getdik, mümkünsə sürət alır. Quluzadə Firəngiz. Burada. Əzimov Eldar. Mən Zahidov Vidadi. Buradayam. Əyləş. Zahidova Gülsüm. Buradayıq. Deməli siz... Bəli, Xədicə müəllimə. Özümüz də çox xoşbəxtdik. Çox şadam. Əyləşin. Demək uşaqlar, yazdığımız bu düstur bugünkü yeni mövzumuzun ilk düsturudur. Yəni, nə demək? U və V funksiyası verilmişdir. İndi belə bir yazırıq, belə bir tərif. Əgər U və V funksiyası x0 nöqtəsində diferensiallanandırsa, demək, onların cəmi də bu nöqtədə diferensiallanandır. Başqa sözlə, uşaqlar, bu nədir? Cəmin törəməsi. Yəni, cəmin törəməsi, törəmələr cəminə bərabərdir. İkinci, hasilə törəməsi. Bunu da belə yazırıq. Əgər U və V funksiyası x0 nöqtəsində diferensiallanandırsa, onda onların törəməsi də bu nöqtədə diferensiallanandır. Və üçüncü, sabitin törəməsi. O da birinci sabit qalı
Gülgöz, bu tənliyin cavabını bilirsən. Riyaziyyatçı sənsən, sən bil. SN bərabərdir MN, MSN. Bu nə tənliydi? Belə tənlik olar. Ədəbiyyatçı sənsən. Bu samitlərin, saitlərini tap oxu. Gör nə almır. SN, sən, MM, mənim, sən. Təzə teoremdir. Belə də teorem olar. Bu teorem deyil ki, aksiomadır. Yəni, isbata ehtiyacı olmayan həqiqət. Gülgəz, Nəsir, sakit olun orada, mane olursunuz. Uşaqlar, ayrı-ayrılıqda törəmələri tapandan sonra onların cəminin törəməsini tapacaq. Yəni, bayaq dediyimiz kimi, cəmin törəməsi törəmələr cəminə bərabərdir. Uşaqlar, demək, baxdığımız bu misallarda biz bugün hansı Gülgəz Hüseynli. Gülgəz Hüseynli. Başlayın, buradayım. Əyləş qızım. Nəsib Əlizadə. Kaş gəlməyəydi. Nəsib Əlizadə. Buradayım müəllimə. Necəsiz? Yaxşısınız. Salam uşaqlar. Necəsiz? Yaxşısınız. Xoş gördük, salam. Salam, salam. Necəsiz? Çox sağ olun. Yaxşıyam. Yəni bu həmin Gülgəzdir. Aman Allah, gör necə dəyişib. Nə yaman dəyişmişsən Nəsib. Heç vaxt ağlıma gəlməzdi ki, belə başqalaşacaqsan. Qəfil rastlaşsaydıq, qətiyyən tanımazdım. Evlənib yəqin. Görəsən xoşbəxtdir.
İlahi, hanı gülkəsin gözləri, gözlərinin işığı tamam sönüb. Görəsən xoşbəxtdir. Görəsən 20 il əvvəlki Gülgəzi hərdən bir olsa da xatırlayırmı? Bu gözlərin işığı niyə belə sönüb görəsən? Gözlərində əvvəlki məhəbbət işığı görünmür. Yəqin çoxdan unudub məni. Yox, bu həmin Gülgəz deyil. O gözəl, şıltaq qız yalnız xoş xatirələrdə qalıb. Xoş xatirələrdə. Mənim qurduğum aksiyomanı niyə pozdun Gülgəz? Danışma, alıb keliyi. Bax, mən səni... Al da. Uşaqlar, 10-cu sinifdə oxuyurdum. Mən bu riyaziyyatı biraz zəif bilirdim axı. Hər gün gedirdik Nəsibgilə, oturub bir yerdə hər məsəli, hər misalı bir yerdə həll edirdik. Deməli, necə oldusa, bir dəfə gecə yarısına qədər oturduq. Çünki bu Nəsib çalışırdı mənə hər şeyi başa salsın. Mən deyirəm, bunu həll elə, yaz, mən də köçürüm. Bu yox, gələ hər şeyi mənə bir-bir başa salsın. Nəysə, küçəyə çıxanda gördüm qonşunun iti, qaplan. Zəncir gəmirir. Mən də itdən qorxan, elə indi də qorxuram ha. Amma o vaxt utanırdım da, nə cür deyim Nəsibə ki, Nəsib, mən itdən qorxuram. Dedim, ay Nəsib, gəlsənə bir çıxıb təmiz havada biraz gəzək. Bu məsələləri elədikcə başımız da möhkəm yorulmuşdu və razılaşdı. Çıxdıq, elə küçəni keçdik, biraz uzaqlaşan kimi dedim, Nəsib, gecən xeyrə qalsın, mən çatdım. Məndən qaplana salam ver. Nəsib başa düşdü ki, mən bu gəzmək arzum qaplanın təhlükəsindən soğuşmuşum. Yadımdadır Nəsib sağ. Yadımdadır. Hə, deyəsən bugün bütün sirlər açılır. Mən də sizə bir sir açmaq istəyirəm. Əvvəlcə onu demək istəyirəm ki, Vidadi ilə Gülsümün xoşbəxt taleyi hamımızı sevindir. Hamımız bu məhəbbətin böyüklüyünə, bütövlüyünə şad oluruq. Amma aramızda elə talelər də olub ki, kiminsə səhvi ucundan xoşbəxtlik öz ünvanını tapa bilməyib. Adını deməyəcəm. Onsuz da mənası yoxdur, artıq gecdir. Amma qoy bunu hamı bilsin. Sinifimizdə bir oğlan vardı. Bir qızı sevirdi. Qızın da ona meyli vardı. Buraxılış imtahanlarına az qalmış, oğlan öz məhəbbətini məktub vasitəsilə qıza çatdırmaq istəyir. Amma ona cürəti çatmır. Məktub yazıb qızın rəfiqəsinə verir ki, məktubu qıza çatdırsın. 2 gündən sonra təhqir dolu bir cavab məktubu alır. Bir daha mənim adımı tutma, mən sənin tayın deyiləm. Oğlanın vəziyyətini təsəvvür edirsiniz də. Kim olub yazdıran? Kim olub? Amma siz deməyin, nə yazıq qızın yazdığı məktubdan, nə də aldığı cavabdan xəbəri varmış. Qızın rəfiqəsi xəttini qızın xəttinə oxşadaraq cavab məktubunu da o yazmışdı. Təsəvvür edirsiniz də. Düzdür, üstündən bir müddət keçəndən sonra hadisə aydınlaşdı. Amma bayaq dediyim kimi, xoşbəxtlik öz ünvanını tapa bilməmişdi. Bəlkə o məktubu da mənə Gülgəz yox, bir başqası yazıbmış. Yox,
Yox, ola bilməz. Axı məktubu poçtla göndərmişdim. Bəlkə Əşrəf məcbur eləyibmiş onu. O məktub şıltaq bir qızın ərköyünlüyü idi Nəsib. Axı biz hardan biləydik ki? İndi bunun nə əhəmiyyəti var ki? Firəngiz düz deyir. Keçdi daha. Səni sevirəm Gülgəz. Mən şəhərə oxumağa gedəcəm. Məni gözlərsənmi? Gözlə məni Gülgəz. Gözlə. Cavab üçün tələsmə. Bakıya bir nömrəli poçta tələblə göndərərsən. Mən hər gün o poçta gəlib sənin cavabını gözləyəcəyəm. Səni özündən çox sevən Nəsib.
Anam deyir, mən sənin tayın deyiləm. Əlvida. Günah oğlandadır. Gərək sərvaxt olaydı. Bir rədd cavabı ilə geri çəkilməyəydi. Ay qız, Şamı mənim kimi dözümlü olmaz, Sən o? Hə? Sən nəyə dözmüsən ki? Həmişə mən dözmüşəm sənin başqa qızlarla mehribançılığına. Nəsib, sən də bir şey danış da. Hə. Elə bayaqdan fikrə getmirsən. Evdar düz deyir də, bir günlüyə elmi fikirlərini qoy bir kənara, qayna qarış da bizə. Xoşbəxtsən? Əlbəttə. Xoşbəxtəm ki, yenə bir yerdəyik. Onu dedim. Ailəndə xoşbəxtsən. Əlbəttə. Bir qızımız da var. Ay, Şəkil! Nə qəşəng qızdır, adı nədir? Adı Gülgəzdir. Gülgəz? Sən oxşayır. Yoldaşım ona öz anasının adını verib. Ha, lap yaxşı. O məni unutmayıb məni. Yaxşı, sakit uşaqlar. Keçin əyləşin. Görünür, rəngizin danışdığı əhvalat sizi heyecanlandırıb. Siz o vaxt cavan olmuşsunuz. O əhvalat kiminsə düşünülməmiş səhvi, bəlkə də kiminsə ilk qısqanclıq hissləri olub. O qız kimdirsə, yəqin ki, öz səhvini çoxdan dərk eləyib və bu səhvinin odunda çoxdan yanıb. Ne etmək var? İndi isə təklif eləyirəm, xahiş eləyirəm. Durun gedək, bugün bu görüşdə iştirak eləyə bilməyən müəllimlərimizin və şagirdlərimizin huzuruna.
Aman Allah. Bunların heç birindən xəbərim olmayıb. Mərdan, Əli Niyaz, Şəbnəm, Səbinə. Taleyin sərt dolanbaclarında hərəsi bir taley qəzasının qurbanı oldu. Bu da Ələkbər müəllim. Tarixdən dərs deyərdi bizə. Yox, təkcə dərs deməzdi. Tarixi bizim beynimizə həkk eləyərdi. Surxay müəllim, idman müəllimimiz idi. Həmişə deyərdi, çox yaşamağın birinci sirri idmandır. Amma özü çox yaşamadı. Avtomobil qəzasına düşdü. Tahirə müəllimə, hər kəlməsi şeirli, bayatılı, ürəyi ipək kimi yuxu idi. Məhəbbət şeirləri oxuyanda gözləri yaşarardı. Nəsib, Tahirə müəllimənin oxuduğu Qəbirstanlıq ağacları şeiri yadındadır. Hə, yadımdadır. Elə bil, öz məzarı üstə bitən ağacı nəzərdə tuturdu. O şeiri oxuyanda. Bir sinəlik sərinlik üçün ağacların kölgəsində kölgələnən duran olmaz. Çiçəkləyib bar verərlər, meyvələrə əl vurulmaz. Oynaq-oynaq nəğmələrin yağışında çinməyirlər. Küləklərə sinə açıb, məzarlara baş əyirlər. Utduqları qəm havası, içdikləri göz yaşıdır. Qəbirstanlıq ağacları, adlı adsız məzarların ən birinci baş daşıdır. Bizim uşaqlığımız da bu daşlar kimi keçmişdə qalıb. Bizim sevgimiz də, pak, təmiz, uşaqlıq xatirələrimiz də elə bil burada dəfn olunub. Görəsən Gülgəz o şeiri niyə elə kədərli oxudu? Bəlkə də o xoşbəxtdir. Vəzifəsi, rütbəsi, ailəsi. Məyər xoşbəxtlik üçün bütün bunlar bəs eləyər? Bəlkə də biz xoşbəxt ola bilərdik Gülgəz. Bəlkə də keçmiş olar.
Babalam, sizin məktəb görüşünüz nə uzun çəkdi? Acından qırıldıq ki, ay Xəccə müəllimə, sən ala bağışla. Bunların uşaqlıq hazırları qurtarmadı. Biraz da ki, uşaqlar acından qırılacaq orada. Gəl görək. Tez gəl də, evin altında yumurta qalır. Bağışlayın. Siz Allah bağışlayın. Sağ olun. Yadında mı onda dünya güzeliydi? O mehabbet her sevgiden ezeliydi. Keçti şirin çağlar, soldu yaşıl bağlar, hatireler geçti daha. Keçti şirin çağlar, soldu yaşıl bağlar, hatireler ağlar geçti daha. Yadında mı o mehabbet deniziydi? O duygular her duygudan temiziydi. Soyuq yerler esti, iller yolu kesti, hatırladı bəsti, geçti daha. Soyuq yerler